Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinə qələbənin 260-cı bölümünə başlayırıq. Umarım ki, Türk dünyasının yaratdığı dil uyğarlığından və yazı uyğarlığından bir daha kitablarla, çoxlu daha kitablarla əski və kütüphanəsi Süleymaniyə, əlbəttə burada mən indi saytına getmişəm, ona görə saytın özüdür. Amma Süleymaniyə kütüphanəsi yazsaz gələcəkdir. Mən oradan gedirəm bu qismətə, baxsaz burada ilk kitablar, yəni internet üzrə olan kitablar ya deyək ki, məcazi kitablar. Bunların üstündə mən tıklayıram. Tıklayanda bu səhifə açılır. Görək indi hangisi açılır. Nədən isə yenə burada görürsünüz, kitablar gəlir burada. Burada axtarış yeri var. Axtara bilərsiniz burada. Kitab arayın. Burada da qonuları seçə bilərsiniz. Qonuların üzəri ilə axtara bilərsiniz. Məsələn, indi burada mən araşdırma birinci qonudur. Bilim və fəlsəfə serisi, dini ilmlər serisi, ədəbiyyat və sanat serisi, Fatih kitablığı dizisi, kataloqi serisi, tarix və toplum, bunlar da görürsünüz. Yəni bu cür şeylərə gəlir. Məsələn, deyək ki, biz istər bilim və fəlsəfə məsələn baxaq. Görək ki, burada nə var? Burada daha bir ayrılarını axtara bilirsiniz ki, hansılardan axtarasınız, onları da burada çox uzun seçənəklər vardır. Onların üzündən seçə bilirsiniz. Və burada da yenə də seçənəklər çoxalır. Farscası var, Arabca, Farsca, görək əgər olsa, məsələn, dilini seçək, Arabca, Osmanlıca, Türkcə. Məsələn, mən bunu seçdim indi əlan. Burada da müəllifi seçin. Müəllifi ilə də işimiz yoxdur. Məsələn, burada indi bunu vururuq, görək kitab gətirir ya yox. Təəssüflə gətirmədi. Nədən isə görək ki, fəlsəfədə bir dünya kitabı olsun, amma nədən dolayı gətirmədi? Yeni, bunun yeni türü şey eləyək. Çevri mətn, çevrilər istəmirəm. İncələmə də istəmirik. Eleştirməni də istəmirik. Burada bir eleştirmə gördüm. Giriş, çeviri, giriş, mətin. İncələmə, çeviri, bunlar da incələmədir. Mətin çeviri, sözlük, nəşr çeviri, sərgi kataloğu, tənqidli, mətin, tip köpəməsin. Əgər bunu bir-iki dənə qeyd dalıya, bunlar indi özününkü buradaşlar. Bu kitabları özü qoyub burada. Yəni, şey olaraq gəlibdir. İnsabül Əşrəf 5 cild. İnsabül Əşrəf 6-cı cild. Haradadır bunun qalanı? Ehtimalən çoxdur. Kateqorilər buradadır. Görək nələr görsənir. Nuri Arlasız. Gəldi burada indi məsələn. Görək ki, Bəlazuri. Məsələn, Bəlazuri ərəblərdəndir. Mahmud Nasih, Türkiyə yazma əsərlər, Əcəba, burada nə mənə, məsələn, yazaq, Hikmət,
Məqalələr, hikmətli ayın, hikmətli işrak. Məsələn, bu işrak haqqındadır, bu da ayın görək nədir? Necmüddin Əl-Katibi cəlibdir. Abbasilərin son dönemində yaşamış astronomi, matematik, kəlam və fəlsəfə alanında dərs verən bir müdərris olmaqla birlikdə daha çox tamam. Məsələn, bunun kitabına bir baxaq, oxumağına əvvəl eləyə bilirik, burada baxaq görək ki, xətti nə cürdür. Yəni, ərəbcədir, türkcədir, farscadır, ayrı dildədir, onları görək. Ondan sonra əgər istəsək, onu eləyə bilirik ki, orada indir var. O indirdə mən burada yazıbdır ki, 288 səhifədən ibarətdir. Burada mən görürəm ki, latincədir, latincəsindən keçdi. Kitab burada gəlir, Hikmətül Eyn. Adı kitabı Necmüddin Əl-Katibi Əl-Qəzvini rəhmətullahi əleyh. Bir tərəfində ərəbcəsini yazıb, bir tərəfində tərcümə eləyibdir. Türkcəsini yazıbdır. Əl-Qismül əvvəl İlmül İlahi. Mən bunun ərəbcəsini çox yaxşı oxuyaram, ta türkcəsini, çünki latincəni vaqəən oxuyamıram. Çox zor aparır, yəni yavaş-yavaş oxuram. İlləti də budur ki, oxumamışam deyəcəm, yəni bəzən kiçik bir şeylər, xəbərlər, zadlardan ilafə bir vaxt qoyub, bir saat məsələn latincə oxumamışam. Onun üçün də demirəm çətindir, amma deyirəm ki, Əl-Məqalətündə fi illəti vəl-məlul. Bu, İslam müsəlmanların fəlsəfələrində bəhs olan məsələdir. Əl-Məqalətündə fi əhqamil cəvahiri vəl-əraz. Tamam, bu, məsələn, bu kitab indi beləsi görürük. Məqalələr. Məsələn, bu kitaba baxışırıq, bu nədir? İstəyirəm ki, görək birini eləyə bilsək, ya Əyyub Bəkir Yazıcı, Usman Üsmətullah Sami. Arapça yazıbdır. Burada indirdir. Bunu vursaq indirəcək və burada da vursaq okudur. Yəni, onlayn heç olmasa görürük ki, bunun dili nə cürdür. Və sevdiyimiz olsa, ya əlaqəmiz, marağımız çəkən kitab olsa, oradan indirə bilirik buradan. Bura Osmaniyyə kitabxanası. Mən fikirlərim ki, çox kitab olsun burada. Amma nədənsə mənim internetim zəif olur, azalır, çoxalır. Ona görə görürsünüz, bu kitab bəllidir ki, səfəsi də çoxdur, biraz zor aparacaqdır. Amma indi ki, qeysəm bura, sözlük. Məsələn, burada sözlüklərdir, kitab satışı, iletişim, projelər, kitab, bağlı, kütüphanələr, galeri, hizmətlər haqqımızda. Məsələn, burada səhifələri gətirdi, əksləri ilə bərabər, bu ehtimalən birinci səhifədir. Nədən isə bunun üstündə işləmir, yəni. Bu da ərəbcə oldu. Hər halda istədim bunu göstərəm ki, bu veb-sayt buradır. Gedək görək bugünkü kitab, hangi kitab şansımıza çıxır, onları ki, öncədən indirmişik. Onlara baxıb. Bunlar da əlbəttə mən dünən bunlardan indirdiyim kitablardır. Buradan indirmişəm. Burada da məqalələr və kitabları ki, öncədən indirmişəm, onlardır. Tamam.
Tamam, biz buradan da biraz üstlədik. Şahceda, bunları görmüşdük. Elmül Əcaib, Tibbi Türki, Nəval Füzəla, Əhməd Paşa Divanı. Bunu bir də Aşıq Paşanın İskəndərnaməni dünən oxuduq. Tamam, bunları oxumuşuq. Gedək bir dənə üstə geçsək. Tamam, Əxlaq-ı Əlayi deyə bir kitabdır. Bunu açaq, görək ki, nə gəlir və sonra da Əxlaq-ı Əlayi Prince Universitetində saxlanır. Bilim yurdunda saxlanır. Əxlaq-ı Əlayi Princeton University Library Əxlaq-ı Əlayi copyrighti yoxdur və çox da bir şey yazmıyor kitabın haqqında, belə görünür. Əlbəttə 298 yarpaqdır ki, iki tərəfli olanda bunu görə 2-yə zərb eləyək. Buradan 400-ə yaxın səhifə, əlbəttə bu 600-ə yaxın səhifədir. O enin boyu burada yazıbdır. Görək bu nə mənadır? Main text was copied by Dərviş Məhməd. Dərviş Məhməd adında bir şəxs Əhlaqi, Dərviş Məhməd Əhlaqi adında bir şəxs bunu ehtimalən 15-ci qərnidə Şəban ayında 997-də əslində eləyibdir, bunu nüsxəsini yazıbdır. Əxlaq-ı Əlayi, pəs kitabın adını yazaq. Əxlaq Əlayi 997-ci ildə əlbəttə yazıb ki, this being the 30th copy which he did. Deyir, bu kitabdan 30 dəfə nüsxə yazıb adam. Given the dedication to the Sultan Abdülhamid əvvəl, birinci Sultan Abdülhamidə ehtimalən veribdir. The second and the third texts which are written continuously are from the 18th century and were subsequently bound with the first. Main text 19 line per hər səfədə 19 sətir vardı. Və beləsə davam eləyir. Tamam, bunları ötürək gedək kitabın özünü görək. Kitabın əvvəl kağız modelini görək. Kitab bir dediyimiz kimi, gördüyümüz kimi kitab bizim əlimizdə deyil, türklərin əlində deyil və İslam dünyasında da deyil. Əlbəttə o birisi kopiləri bu nüsxə yazandan ola bilər, olsun. Amma bu nüsxə Fransada saxlanır. Əvvəl bunun bir saxlanmaq vəziyyətinə bir baxaq, görək ki, nədir? Kitabın cildini görürük, qərər göndü, çox gözəl bir nəqşələri var üstündə. Bu da kitabın əvvəlində bir əksidir. Bəzən biz bunu görürük. Bu bəzi kitabların üzrə bu əksi görürük. Bilmirəm kim yapışdırıb buna. Əlbəttə elə üstündə yazıb Princeton University Library, onlar yapışdırıblar. Və burada da geri görürük ki, Türki ərəbi əlifba ilə yazıbdır adın Əxlaq-ı Əlayi Liqeynalizadə Əlaüddin Bexətti Dərviş Məhəmməd Əxlaqi Türk özdə. Bunu orada yazıbdır, orada kitaba görə bir şeylər yazıbdır. Kitabın burada bir səhifəsinə yetişirik ki, burada bəzi bir şeylər yazılıdır, baxarıq görürük ki, nədir. Ondan sonra gedirik Fihristi kitabı Əxlaq-ı Əlayini görürük ki, burada 2 səhifədə o fehristləri yazıbdır. Xatimə 253-cü vərəqdə olacaqdır. Yenə bir neçə səhifə boşdur. Sonra möhür görürük. 2 dənə ehtimalən möhürdür və
kitab satılıb, alınıb, onların ili, məsələn, burada bəlli olur. Kitabın başlanğıcı buradadır, təəssüflə bu kopidir, yəni əsli kitab deyil, əsli kitabdan bir fotokopi eləyiblər, o fotokopunu burada göstərir və biz fotokopu görürük. Xətti çox gözəldir, yazısı yəni, amma nəqqaşının zadın gözəlliyi aradan gedibdir, çünki fotokopidir. Və görürük ki, şeir ilə nəsr qatışıqdır, ərəbcənin də, türkcənin də qatışıqdır, ərəbcələrə səs qoyubdur, türkcələrə səs qoymayıbdır. Nəzərimə gəldi ki, bir yerdə də bir farsça şeiri gördüm burada, ona baxdım, bir də qeyddim. Əsl kitaba su gedibdir, o suyun da yerləri bu kopidə də görsənir, biraz da hələ qəliz görsənir. Bu möhr nə mənə möhrüdür və kimin möhrüdür bura vurublar. Bu da iki yerdə buradan görmüş bu möhrü. İçində bir şey yoxdur, zahirən elə fəqət möhürdür. Nə mənə üçündür bu, kimindir, niyə vurubdur, o da bir məsələdir. Yenə bir daha o möhrünlə qarşılaşdıq burada. Yenə də o möhrü vardı və yazılar da kitabın üç tərəfi boşdur və dövrəsindəki olan çərçivə də qalin bir çərçivədir. İçində rəhləyiblər, amma dediyim kimi fotokopi olduğu üçün gəlməyibdir. Kitabın hər yerini təqribən su geçmək əlamətlərini görürük. Amma bu kitabın şeyi çox olduğu üçün mən bunda çox qalmayaq. Çünki kopidir, o qəddeş o gözəllikləri da görsənmir. Hətta içində miniatür zadı da olsa belə o özünü görsətməyəcəkdir. Mən hərdən bir saxlayıram, bir səhifəyə baxırıq ki, fəqət o şeyləri görək. Amma bu kitablardan istəyir şeyliyə, kaş məsələn dostlar oturalar, əl-ələ verələr, hərə bir kitabı başlayıb oxuya və sonra gəlib heç olmasa bir-birlərinə xülasə deyələr ki, bu kitabın mövzuları nədir? Məsələn, bir həftə hərəsi vaxt götürə, bir kitab oxuyələr, gələrlər bir cələsədə, məsələn, hərə bir o kitab ki oxuyubdur, onunla bir yarım saat onun haqqında danışa, onun mövzusunu deyə, dilin deyə, əgər nəqdi varsa nəqdin deyə. Kitab bir yerdən sonra xətti dəyişir və səfəsi dəyişir, yəni modeli dəyişir, mən qeydlərirəm ora. Kitab burada qurtarır zahirən. 528-ci səhifədə kitab qurtarır. Görək burada nə yazır? Təmmədir risalətül məcmuətə min məkarimil əxlaq be'unullahil məlikil xəllaq nəharul xəmisil xamisə əşərə şəhr şəban min şuhuri səniyyə səbə və tis'inə və tis'əmə 997-də Nəhar-ül Xəmis Cuma axşam əslində və Şəban ayının 15-də Xamis əşərə şəhri Şəban kitabın yazısı quturubdur. Kimdir yazan? Şəban. O aşağıda yazıyor El-Fəqiru Dərviş Muhammed Əxlaqi Vəffəqəhullah Əl-Əhəd Əl-Baqi 30. Aha, burada bir şey yazıbdır. İhtimalən o El-Fəqir Dərviş Muhammed Əxlaqi Vəffəqəhullah Əl-Əhəd Əl-Baqi 30-cu nüsxədir ki, xətt-i fəqir ilə tamam olmuşdur. Bu 30-cu nüsxənin şeyidir. Tamam. Bu 30-cu yazan da Dərviş Muhammed Əxlaqidir. Nüsxəçi
Dərviş Məhəmməd Əxlaqi. Ehtimalən bu kitabları o qədər yazıbdır ki, elə oradan adı da çevrilib olub. Amma kitabın adını əvvəldə indi baxarıq, burada yazıb Məkarimül Əxlaq, Məcmuətun min Məkarimül Əxlaq kitabın adıdır. Təmmət Risalə Əl-Məcmuətun min Məkarimül Əxlaq. Bu kitabın adı belə görünür. Buradan sonra bir ikinci kitab başlanır. Bir səfə, iki səfə, üç səfə, dördüncü səfə ki, boş keçir. Dördüncü səfədə Bismillahirrahmanirrahim min kələmat-i səhihəti səhihəddin ən-nəsihə min kələmat-i səhihə əd-dinun nəsihə. Kitabın adı beləsi olacaqdır. Yəni bu risalədir içində. Bu kitaba şey eləyiblər. Ehtimalən bəzi hədislər filanlar burada sözlər toplanıbdır. Çox da uzun deyil, amma hər halda bu özünə bir kitabdır da. Bir ləhzə nəzərim gəldi ki, bir-iki yerdə fars gördüm, amma görün bu nədir? Bəli, bəzi yerlərində o şeirdir ya bəzi mətnidir, görünür ki, farsca yazıblar. Hər halda bu kitab nüsxədir, əsli deyil. Əsli kitab çox öncə yazılıbdır. Amma bu nüsxənin özünü hesablasaq, 450 il təqribən bu kitabın sabiqəsi 1447-ci ildir. Yox, buradan çıxsaq 997, 450 il öncə bu kitab yazılmışdı. Nüsxə 450 il öncə yazılmış. Tamam, nüsxə bir belə zaman yazılıbdır. Ehtimalən kitab ondan da çox o zamanlar ondan öncə yazılıbdır. Burada əlavə ediblər o kitabın üstünə. Baxarıq bunun, burada da bir görək tarix var ya yox, sonudur bu da bunun. Və xəndəqlərdə xəndəqlər və xəndəqlərdə ehtiyat tamam və ciddi səy və ehtimam edə ruc tələbi sülhə bəzl ənval istimal əsnaf hiyəl və məkaidə به هر حال قیام اوگلا و شرعن قیام عقلا و شرعن خیر مرامدür والله اعلم بالصواب و الیه المرجع و المعاب و هو توفیق النعم الرفیق. Tamam, nəzərə gələn ki, burada bir tarix görmürük. Kitabın sonunda da bir neçə səfə boşdur və axirində də bir ingilisi yazı ilə qarşılaşırıq ki, bu da kitabın cildi. Burada üç tərəfli görürük əslində. Şirazəli yox, amma ağzın, kitabın ağzını kimi bağlayan yeri və işlənməyi görsəniz ki, çox hesabı işlənibdir kitab. Qeydaq kitabın əvvəlindən görək ki, bu kitab Əxlaqi Əlai konusu nədir, mövzusu nədir və nə deyir. Əxlaqi Əlai Laqinalizadə Əlauddin. Bunun əgər yazanın adını tapsaq çox yaxşı olacaqdır. Burada bir şeylər yazıbdır. Görək ki, bu nədir? Kitaba rəbti yoxdur. Bunu sonra yazaq. Kəlami Yahya ibn Xalid Bərməki. Burada ehtimalən səfədir. Şumarə səfə olacaq. Ehtimal verirəm. 46-cı səfə. Təqəddümül xasm vəl-muddəiyyü aleyhü bil-əsər vəl-qaziyyü vəl-hükmül ədlü ləzi la yəcuru və la yəhtacu ilə bəyyinə və mən yəhtabbul hisna iləm yəğləhə mehr
Atabekan Mosul vüzerasından Cemalettin İsfahani nam Cevadi. Burada silipler tazaşdan yazıblar Cevadini. Yəni ola bilər ki, bu bir ayrı admış. Cemalettin İsfahani nam Cevadi Medine-i Münevveredeki Rabatinə dəfn olduğu rozi saadet ilə mabeyni 15 ziradır. 133 nə deməkdir bilmədim. Calinusun fərəci istər miqdari fərəci istədiyi və əbyat Abdurrahman Cami. Burada yine bir şey bilmədim. Abdurrahman Abdurrahman ibn Auf 59 Xazi Əhror 60 Hazreti Şeyxül İslam Əhməd Cami 61. Ehtimalən dedim bunlar səhifələr olacaqdır. Əzharur Rozateyn fi Əxbar Dövlətin. Bu da kitab adı olacaqdır. Bu da 198. Nureddin Şəhid Həzrətləri Cidar-ı Şərifi Mədine-i Münəvvərədə səni 558 tarixində binası və səni 440-dır. Yərcu Niyasi təqvim tarixində və mətbu mənasibin həccidə vardır. Hər halda burada da yenə bu mətbu sözü zahirən bir nəzərə gəlir şey olmuş. Bəli, səhifəymişlər, düzdür. Burada da yazıb ki, bu səhifələrdə o haqda bir şeylər deyəcək. Kitabın fehristidir burada, bunlara baxmırıq. Gedək bu bir neçə səhifədə gedək. Görək bu nədir? Təşərrufu bi istishanetil faqr El-Fakru Muhammed Celaleddin El-Müderris. Burada da bir Muhammed Celaleddin. Muhammed Celaleddin olacaqdır. Bəli, Muhammed Celaleddin bu kitabın bilmirəm indi. Təşəffür bi istishanil faqir. Ehtimalən bir nəfər bunu verib deyəlikdir. Min Məmləkati Əl-Fəqir Ömər Hisamüddin. Ömər Hisamüddin də bunu kitabı alıbdır 1227-də. Bu kitabı o zaman alıbdır. Burada kitabın Osmanlı dövrəsində olmağı elə bir ki, Osmanlı dövründə yazılmayıbdır. Çünki bunun nəxşəsinin modeli fərqlidir. Nəzərə gələn elə o ki, orada oxuduq ki, bu Səlcuq dövrəsində yazılıb, bəlkə o dövrəyə aid olan. Möhrü də burada görürük ki, şey deyildi. Görək burada nə cür başlanıb kitab. Biraz kiçik eləyək ki, cahilibdir mən bunu. Dürəri, zəvahiri, hamd-u sina və qurəri. O zəvahir ilə bu zəvahirin nə fərqi var? Biz zahiri məmulən dəstəli z ilə yazırıq. Amma burada bir dənə də R z ilə yazıbdır. Əcəba bu R z ilə nə olur? Çünki bunu mən ömrümdə birinci dəfədir görürəm. Umarım ki, eləyə biləm zəvahir nə deməkdir? Zəvahir. Zəvahir nə deməkdir? جمع ظاهر اصل در لغت به معنی چیزهای آشکار، روشن، ظاهر و بیدار. در متن میخواهند به معنی زیبایی، نمایان، بخشندگی ظاهری. نسبت با جواهر دورری و orada burada şey yazmıştı با جواهر. در متن میخواهند گاهی به معنای زیبایی، نکته‌بات با جواهر گفتن اشتباه نشود. زیرا ریشه و معنی آنها متفاوت است. تمام. در درری زواهر حمد و ثنا و غرری زواهر سپاس و ستایش که کثرت افراد فرایدینه سلکی شهور و ایامده احتمال اجتماع و انتظام و وفرت امدادی
معایدینه ظروف و آونهی دهور و ازمنده imkan اندراج و جنزایش olmaya ol کردگار بنده پرور و پروردگار بخشایندگی بخشایشگر حضرتine سزاوار و حقیقdır. احتمالاً سزاوار و حقیقdır ki جواهلی میاکل انسان جواهلی حیاکل انسانی خلقت و لقد خلقنا الانسان الیه و لقد خلقنا الانسان ایل مکرم و معزز و لباس استعداد دین و فضلناهم علی کثیر ممن خلقنا ایل معلم و مطرز ایلیب کمال قدرت و جلال حکمت ایل روح لطیفین cismi kesifine terkib ve peyvend. Kesif burada kesafet anlamında, pis anlamında değil. Kesif burada qalin geyim anlamındadır. Kesif əslən Ərəbcədən gəlir Farscaya və Türkcəyə. Kesif bir layə, bir qalin geyim bir şeyə deyirlər. Tərkib və peyvənd və aləmi xəlq və əmridə قابلیت تحمل بار امانت ممتاز و سربلند ایلد. بیت آسمان بار امانت نتوانست کشید قرعه کار به نام من دیوانه زدند. پس ترکیب انسان مجرد و مادیه محتوی و باقی وفاییه منتوی المغل تلسمی رایعی مثنوی و برزخ جامع oldu. پس و وافیه منتوی المغل تلیسم رائع و برزخ جامع oldu. مثنوی خرد جانور به ز مردم ندید که مردم تا امانت به یزدان رسید. چنان دان که جان بهترین گوهر است نه زین عالم از عالم دیگر است. تن او را بگرد ارجامه است راست که اگر بفکند ور بپوشد رواست. به جان بین گرامیتن خیشتن به جان بین گرامیتن حرکت eləmədi. Tamam. چو جامه که باشد گرامی به تن لاجرم تخالف انواع ترکیب روح و جسد و تباین اطوار ترتیبی روان و کال بودن خلق افراد انسان و قابلیات و مشاربی اصناف بشرده تفاوت تام و تنافی ما لا کلام و تنافی مالا کلام نمایان و جلوگر olmuştur قطعا. ol حکیم ازل که sününden ظاهر oldu تلسم نوع بشر مختلف ettiği قابلیاتın بعض مایل به خیر و بعضی به شر. زهی صانع حکیم و قادر علیم که تخلقو به اخلاق الله امرine mütemessil olanları ve akrabukum ilayya ahsanukum ahlakan derecesine müttesil olanları nişane dünyevide ziver fazl و kemal ile mühella ve müzeyyen ve alem ukhravide safi اهل سفاده محشر الملرین مقرر و معین ایلری. نظم تأمل فی الذین قلنا
تجد فیها جلال الله فنعم الرب و مولا تعالی الله تعالی الله و امایم سیبات صلوات طیبات و جداول تسلیمات زکیات تسلیمات الهادی سبل و خاتم رسول جناب شایسته و حلیق درچی تفصیل صفات سعادت سماتی için نس آنون لعلی خلق عظیم منزل و ذات رسالت صفاتی تکمیل دایره وجود و تتمیم مکارم اخلاق için مبعوث و مرسلdir قطعه. محمد که جان وردی نطقی مسیحا تو اتم قدوم شریفین بشارت جزو فاشینه سن رمز و ایما جزو گاشینه سات و نون رمز و ایما خم زلفنه نقشی حامیم işaret nazmi burada değişti, burada qat'iydi, burada nazm başlandı. Mən fərqlərini bilmirəm. Ha bunu deyim ki, məsələn mən üstdəki ilə şaşının fərqi mənə nə idi? Muhammed ki qat'a, Muhammed ki can verdi nutq Məsiha, tu etdim qudum şərifin bişarət, gözü qaşinə سات و نون رمز و دایما رمز و ایما خم زلفünə نقش حامی مشارت نظم buradan başlanacaq ehtimalən yahçi şəmailə fi təyyibi zəmra buradan başlandı yahçi şəmailə fi təybihi زمرا یفوه کالروز ممتور و مشمول اتا بملت ابراهیم والده ذات علی کرم الاخلاق محبول و رحیق رضای احد çünki maqsədəqə xəta yəni mən bunları indi itirirəm, bilmirəm harda şeir olur, harda nə olur fərqlərini də bilmədiyim üçün مسکن و فی ذالک فلیتنافس المنافسون در افواه ارواح آل و اصحابنا ریزان و سبزی رضوان صحاب غفران لخاک قبور تابعین لهم به احسان دن ثابت و خیران اوله بیت جدی بیته ابر رضوان چه به پایان نرسد بارانش باد بر روزه چه عطرت و بر یارانش ذکر محامد و نشر مدایح حضرت خلافت پناهی سعادت دستجاهی خلد الله تعالی سلطانه و افاز علی العالمین احسانه. Görək ki, indi burada zahirən tarixə gedir ki, kitabı hangi zaman yazıbdı, onun şahın deyəcəkdi və biz də onun üzü ilə tarixini tapa biləcək ki, bu tarixi kitab yazılıbdı, o nüsxə ilə fərqli olandı, har zaman yazıldı. Çun qurri kitab lavaمی حمد بی حسابی ملک وهاب تستیری لغرا و طری خطاب روایحی نعت جناب رسالت معاب تحریل مترا oldu. پس لایق oldur ki bu نوع آمدگی عالم غیبون سری افسری مدح پادشاهی اسلام ile آسمان سای
و bu tazə residə cahanları bək افسری جوهری وصفی پناه دین سید الانام ilə cahan aray olan. İndi yenə ehtimalən məsnəvi. چون نی خامه شد انگشت نمای بنوا سازی توحید خدای دلگشا زمزمه دیگر ساخت پرده نعمت پیامبر پرداخت به تو این زمزمه کوتاه کند چه ثناگستری شاه کند زیرا اصحاب عقول mutabık ve erbab-ı nugul mutevafıklerdir ki daima din ve devlet toaman ve hamay şer'u din bi himayet tiği Hasan heynend o hamay ve hamay şer'u din bi himayet tiği سلاطین بی امن و اماندر. اگر جویبار شمشیر شاهی و باران تیغ سلطان دین پناهی و ایله بوستان شرع تازه و نمکین علمیه تابی نچبتی نچبایی اعدای دین و سموم هجومی کفار و ملحدین ایله بی برگ و نوا علمسی متقرر. و اگر تابی آفتابی عدل و سیاست و نسیمی انبر شمیمی حفظ و حراست جانب آستان دولت آشیان سلطان سعادت نشاندن و واصل علمیه بوستان دین و ایمان ده گل و ریحان سبزه و زمیر اهل عرفان شکفته و خندان علمق متعذردür. نظم شعر لب پیزاخته بدان ای خردمند بافرین برادر بود پادشاهی و دین بدان ای خردمند بافرین برادر بود پادشاهی و دین نه بی تخت شاهی بود دین به پای نه بی دین بود پادشاهی به جای نه از پادشاه بی نیاز است دین نه بی دین بود شاه را آفرین. و اخبار نبویه دخی وارد درچی الدین اسن و الملک حارسون و مالن اسن لهو فمحدوم ولا مالن حارسون لهو فضایع. قطعه دین اساس رضای یزداندر ملک آنا حارس و نگهباندر شون که بی حارس اول زایع olur اول که یکدر اساس ویراندر. لاجرم پادشاهان ارجمند و دین پناهان سعادتمند که ملکی جهان فانی ذل زایل ادیون معلوم و ملک faniye mülk baki mezmum etmişlerdir. Adeti cemile ve sireti hamide ve halk خوب و خوی نیکولری oldur ki کمر سعی و اجتهادی میان جانه مشدود و دری ظلم و زلالتی شهرستان دین üzere مسدود. حفظ و حراست ممالک اسلام و اخذ و فتح دیار کفار و ملاحده لیام و قلع و قمع ارباب فتنه و فساد و دفع و رفع اصحاب بغی و عناد و رفع قدر عابدان و عالمان و رفع ظلم مفسدان و ظالمان etmegi kendilere şuar روزگار edip bu cehan faniden nam نیک و ذکر جمیلleri مخلد و باقی و حیات باقیده مناشیر بشیرهم ربهم برحمت منه و رضوان روح پرفتوحlerine ملاقی olur. و
و المنة لله تعالی به فضائل علیه و مناقب سیئه. پادشاه دین پناه، شهریار سعادت دستجاه، خداوند پادشاهان عالم، پادشاهی خداوندان بنی آدم، شهریار جهان سروری و چامرانی، شهریار جهان سروری و چامرانی، چامچار دیاری رعیت دیازی، چامچار دیازی رعیت پروری و جهانبانی، دری یکدانی درج شاهی، نجمی جهان افروزی برج جهان بناسی، خلاصه عالم چون فکانه، دری دریای جود و جوهر چان امکان، ماهی اناس الکفر و الفساد عن وجنت الدین الوجنت الدین. نه من عذر میدم. ماهی اناس الکفر و الفساد عن وحنت الدین، حامی اجناس الخلق و العباد عن أيد المعتدين، سلطان المغربين والمشرقين، ذل الله تعالى بالخافقين، خادم الحرمين الشريفين، ناظم جلايد الكرم، على إجياء الأحباء والرعايا، ناصل فرائد النعم، على رؤوس الافراد والبرایا، معز الدنیا و الدین، غیاث الاسلام و المسلمین، zübbet سلاطین آل عثمان. Sonunda geldik, yetiştik ora. Zübdetü selatini Ali Osman, bel zübdi selatini alel itlaq، سلطان العربی و العجم و الشام و العراق، از سلطان سلیمان خان. سلطان سلیمان خان ابن سلطان جرخ نمنه سلطان سلیم خان ابن سلطان بایزید خان. Yani indi bu Sultan Süleyman hangi Sultan Süleyman'dır? Bayezidin nəvəsi Səlim xanın da oğlu. Yəni indi bunu biz yazsaq, bizə burada bir tarix verər. Bu tarixlə biz kitabın tarixini görərik ki, hangi tarixdə yazılıbdır. Sultan Süleyman ibn Sultan Salim Khan ibn Sultan Bayezid Khan. Sultan Süleyman Khan ibn Khan'ın da yazaq, bizim də ona dilimiz adət eləsin. Sultan Süleyman Khan ibn Sultan Salim Khan ibn Sultan Bayezid Khan. Görək ki, indi bunların Türkçe bunun Türkçe bunun doğum, ölüm ve seltenet tarihlerin yaz. Tamam, görək ki, nə yazır? من دیه götürübdir. شما درباره سلطان سلیمان قانونی صحبت میکنید. اطلاعات تاریخی است و نیاز به جستجو وب ندارد. سلطان سلیمان خان، babası Sultan Selim, birinci Sultan Selim, dedesi Sultan II Beyazıt, doğum, ölüm, səltənət. Doğum tarihi 6 Kasım
1494 Hicri Kəməri 27 Cəmadi əvvəl 900'də doğulubdur. Ölümü 7 iyul falan, yəni Hicri Kəməri 20 Səfər 974'də də ölübdür. Vəsətdə ha zaman tarix səltənət oldu, Sultan sürəsi neçədə olubdur? Yıl hükumi sürməsi 46 il. Hicri Kəməri, yəni 926'dan bunun 900'də doğulubdur. 26 yaşında şahlığa yetişibdir. Səltənət 926'dan ta 974'e qədər səltənət edibdir. Bu da Süleyman-ı Qanuni. Doğum dedi ki 900, ölüm 974. Tamam. Kitap bu arada yazılsa dedik ki bu yazan 997'de yazıbdı nüsxəçi. Bu da 974'te ölübdü. Allah'ın rəhmətinə gedibdi. Onda nə olar? Burada da tarixləri doğrusun burada yazmışmış. Aşağıda cədvəl. Bu yaxçıdır. Lağəl bu cədvəli yaxçıdır. Əgər bunu nəzərdə tutsaq ki bunun ortasında, yəni deyək ki 24 ilə 26 ilə 74'ün arasında bu adam 48 il şahlıq eləyibdir. 46 il. 46 il bu adam səltənət eləyibdir. Əgər bunun ortasını tutsaq, deyək ki məsələn 55'də yazsa 955. Deyək ki 1447 ki indiki ildir. Bundan çıxaq 955-ci il məsələn çıxsaq düz 500 ilə yaxın öncə bu kitab yazılmış olar. Əgər kitab 950 hududi 950'da deyək yazılmış olsa 492 il öncə yazılmış olar. Tamam. Kitabın hududi bir tarix tapdıq. Bəlkə özü əlbəttə sonra dedi, amma biz o deməmişdən bunu axtardıq, tapdıq ki kimdir. Pəs Sultan Səlim Xan ibn Sultan Bayezid Xan Məlləkallah Teala min hazmi lahu və min xadəmin lahu və sidqin və əhlin min qədərin bihi və xan Hazretinə xasə zat-ı qudsi sifat və səmat-ı ünsür-ü mülki nəsəmatdır. Məsnəvi şəhi məədələt pərvər و دین پناه ملکی دستگاه و فلکی بارجاه مدار المعالی ملاذ الامم ولی الایادی مفیز النعم زهی سایه‌ی حق ki xalq zemin onun sayesinde zamandan emin yağır feyzi kefiyle baran cud bunu bilmədim yəni nə deməkdir. Yağır feyzi
təşdid qoyub f-ün üstünə, ona görə qalıram. Kəffilə باران جود olur تازه اندن ریاض وجود سر تیغی کم کفره صدر حدید anun vesfidir fihi ba'sun şedid. زهی پادشاه دین پرور و شهریار دادجستر ki تمامتی ربع مسکونده. ربع مسکون olur آسیا و آفریقا و اروپا. Asiya deyəndə Avropa, indiki Avropa deyirik, bu Asiya hesab olurdu. Bir anda Afrika var idi. Rub'i məskun buradır. Qeyri-məskun da Amerikadır. Bunun qarşısında o var. Yəni biz hər sözün bir dana da qarşısı vardı da. Məskun, bura rub'i məskundur. Ora ki rub'i məskun deyil, ora haradır? Ehtimalən indiki Avustraliyanı bilirmişlər və ha belə şeyi bilirmişlər. Amerikanı bilirmişlər və bunları qeyri-məskun ya hələ ciddi bir məskun olmadığını nəzər alır. Zehi padişah dinpərvər و شهریار دادجستر ki تمامت ربع مسکونده استعلای لوای اسلام و استیلای علای شرع سید الانام الان ممالک محروسه با جن ممالک محروسه‌دن danışır. الان ممالک محروسه حضرتنا مخصوص و دوام دولت دودمان مبارک و بقای سلطنت خانواده خجستسی تا قیام قیامت حدیث شریف لا یزال طائفة من اهل الغرب ظاهرین علی الحق حتی تقوم الساعة مضمونی لمقرر و منصوص مصرع. دولت در این سرا و گشایش در این در است، اگرچه آباء عظام و اجداد گرامینون اگرچه آباء عظام و اجداد گرامینون که ملوکی ظاهره که ملوک ظاهره و سلاطین گاهره ایدیلر اقتحامی محالک و اختار و اختیار مشاقی اسفار و مبتدی و کفاردن اخذ ممالک و امصار ادب توسیع دائری دین و تکثیر امت خیر المرسلین و اعلای لوای دین و دولت و ازلال اعدای ملک ملت اتمکده مساعی جمیله و معاصر حمیدلری تاریخ روزنامه جهان و کتابی کنار تاج روزگاردür. بیت بیض الوجوه کریمة احسابهم شم الانوف من التراضی الاولی. اما به حمد الله تعالی که عهد سلطنت خجست فرجام حضرت پادشاه اسلامی ده واقع اولان اخذ و فتح قلاع و اماصر و قلع و قمع ملاحده و کفار و توسیع دایره دین و ملت و علوی غلبی ناموس سلطنت آنلرون از آف مضاعفه و امثال مترادفسیدر. پس مثال شریف و نمودار لطیفی با ابیات دلگشاد نظم و ما جزران آباء له غرا و صار من بعد فیهم غرة الغرری و صار من بعد فیهم غرة الغرری. شعر داشتن bir şeirə getiririk. Ehtimal verirəm ki şeirdə farsı olacaqdır. Çunan بود پدری کش چنین بود فرزند چنین بود گوهری کش جنان بود معدن قطعه از تیغ او به جای صلیب و کلیسا در دار کفر مسجد و محراب و منبر است. آنجا که بود صیحه ناقوس کافران امروز بانگی نعری الله اکبر است. Təəssüflə o dövrəyə bax, indiki dövrəyə bax. Orada hər yerdə
İslamlar, müsəlmanlar abrı sahibi, sirvət sahibi, güc sahibi insanlar indi Amerikanın gücündən də güclü o zaman. İndi də bax bura görürsən ki, müsəlmanlar yalvarırlar, düşüblər. Və bu mənqəbət nami و موهبت گرامی خاصه سلسله دولت سلاطین آل عثمان عبده الله تعالی الى انقضائی و مدد الزمان در و مدد الزمان در چی هر خان توسیع ساحه سلطنت و تفسیح عرصه مملکت ده پدریnden برتر ve her fethu nusret ki padişahı sabiqe müqəddər olmuş olmaya padişahı lahiqe müyesser olur. Mesela Sultan Din Muhammedi برهان شریعت احمدی مقیم جاه دین سلطان غرات و مجاهدین sonra ehtimala Qəzzat olacaqdı. Fikirlərim ki, nöqtə yeri değişib yeri. Sultan Qəzzat و مجاهدین فاتح امهات البلاد سلطان محمد ابن سلطان مراد انار الله تعالی برهانه و ثقل یوم العرصات میزانه پدر محمود المسائی از سلطان مراد غازی بلکه جمیع ملوک و سلاطین ماضیه طریق فتحی نامسلوک و اخذ و استیلای حسرت الملوک اولان شهر قسطنطنیه که ارتفاع همت باروسی مسامت سماک و انخفاض عمق خندگی مواصل مرکز خاک عظمت و حسانتنده شهری جهان و استواری و متانت نادره دوران دور ابتدای دولت و اول سفر و نهزده فتح سرب مگر ملک و مستقر خلافت و مطلع آفتاب عدل و داد و محبی نسیم جود و رأفت ایلدی اکابر امرا افاضل علما و توایف و قبایل عرب و Türk و Acem anda müstemi ve envar ilmu. Gördüğünüz kimi de burada Arap Türk'ün karşısında değil. Fars'ın ya Acem'in karşısındadır. Fakat Farslara Acem deyirlər. Yani qeyri-Ərəb anlamında da deyil. Biraz aşağı baxmaq anlamındadır. Eləyə bildik ki, burada təzəşdən yazaq ki Acem Nəcəf. Burada da o yazdıq ki, ötürdü tamamen Latincədir. Bu kəlmə Osmanlı türkcəsində və klasik mətinlərdə birkaç anlamı taşır. 1. Arap olmayan, Arapça konuşmayan kimsə. 2. İran halkı. İran halkı deyə bir şey yoxdur. Bu taza bir sözdür. Farslar oldu. Bu gözəldir. Yəni lağəl burada düzəltdi. 3. Əcəmi, yabancı, dili düzgün konuşmayan kişi. Ya Fars dili düzgün değil. Ona göre diller şeyi. Çünkü biraz bir çoxu türkdür, bir çoxu ərəbcədir, biraz da oradan buradan Hindidən falandan alınma birdirdi. Coğrafi adlarda da işlənir ki, onlara da keçək. Və qəbail ərəb و türk و əcəm anda müstəmi və envar ilm و عمل مدارس و زوایاسında ملتمع olub Qübbətül İslam mütləq və darül mülki muhaqqaq oldu. Hətta Arif-i Kamil Nami Mevlana Nuruddin Abdurrahman Cami Xurasandan mərhum Xudavəndigarə məktub mənzum irsal edib bu məqamə ima eylədi. Səbbeyt معدن کفر محتدی اسنام bunu oxuya bilmirəm ki, bu nə olur? Məsələn, şələ be cəhdu tevfiq İslam
احتمالا شد گره اخیامون من شد به جهد تو قوت الاسلام و مع هذا الاواخری عهد شریفینده و مع هذا اواخر عهد شریفینده فتح قلعه بلغراد که رفعت و متانه ده موازی سبع شداد دور حضرت شریفینه مطلوب و مراد علوم اما مطلعی غزو سفردن هلال فتح و زفر نمایان علمدی ظلمت چفر و زلال افق قلعدن پایان بلمدی خداوند جار فلک مراتب نوع انکسار لراجع و آیب اولدی چون سریر سلطنت و شاهی قدم مبارک دمی حضرت پادشاه مزیله مفتخر و مباهی اولدی اول تباشیر سحر دولت و ابتدای سفر نهضت همایوننده قلعه بلغرادی جوانب و اطراف و نواحی اکنافیل مسخر بندگان دولت روزافزون اولدی و لسان حال و قال علا طریق الحسن الفال بو بیتی مناسب حال انشاء ایلدی چه نظم باش تا صبح دولتت بدمد چین هنوز از نتایج سحر است چون بنای سرای مدح و سنای حضرت صاحب گران عدو شکن اول مرتبدن بلند دور چه بزمن مهنتخانه بزمن مهنتخانه زمن که بو زمن اول مرتبدن بلند دور چه بو زمن مهنتخانه زمن آنون شرفی غرفنه یا غرفنه ایسال کمند و رسن اتمک قادر اوله پس لایق و درخور اولدور چه دعای دولت روزافزون و بقای جاه و جلال حشمت همایون که واسطه وصول اقبال عالمیان و رابطه حصول آمال آدمیان و امارت سرای شرع و دین و نظارت ریاض اسلام مسلمین دور دستی تضرع و مسلطایی در جاهی و مسلطایی در جاهی مهیمن خلافت گشادهی و روی تخضعی و مسکنتی بارجاهی ملک علال اطلاق نهاده بیت از سر سحرجاه مناجات کنیم از سر صدق سحرجاه مناجات کنیم عرض حاجت به در قاضی حاجات کنیم خداوندا بینیازا بنده نوازا چاره سازا اگرچه سفینه علمimiz دریای عجز و تقصیرمizden کم و باد پای رضا و علمimiz صحرای شرم و تشویرimizde بریده دمدür صد شکر هزار منت که حضر و خضر و الیاس و عنایت و توفیقون تعتی بشارت ادعونی استجب لکم در مثنوی لمیست رحمت الله لمیسه چی bilmedim Meylise belə bir adı vardı hər kəsdə, onuncudur. O bir dənə məsnəvi yazıb. Xudaya kafununun haqqı üçün. Quranda Allah o zaman ki iradə eləyir, iradəsin dil ilə eləyir. Çox cəlibdir. Allah istəyir iradə eləsin, bir şey yaratsın, dünyanı yaratsın. O iradəni dil ilə eləyir. Nədir? Kaf و نون کن نتیجه نده فکان oldu
خدایا کاف و نونun hakkıçın, sıfat-ı zatı içünün hakkıçın, zatı, burada bir şey yazıp ben çünün hakkıçın, o rahmet hakkı kim geçti gazabdan, o nur için ki sururdi Arabdan, که تختی سلطنتinde شاه دیندار خوش olsun روز و ماه و سال بسیار شمار ömrü eriştikçe sade sad harfi Kur'an'da sad geçip sadi ola sadden ziyade nedir sad و alif ey hayy و zulmen getir ömrünü sav bi alfden nedir sad و alif ey hayy zulmen getir ömrünü sad bi alifden eriştürdek melkin kuhi gafe eriştirdün tümülkün kuhi gafe çuhi gafe şumar ömrün irgür gaf و kafe بقا باری دگل دهرن چوچاری سعادت اوله ختمی چار باری سعادت اوله ختمی چار باری bu alemde sar taxt خلافت o alemde Xudadan rahmet u rafet cihanda daim et xeyr ile namin amin olsun beladan deyin amin. Tamam, şimdi buradan şahı bildik. Görək ki, buradan bizə nə? Şəcəri cud və rəfəti müttəsil qılmaq, yəni duayı Həzrət Səltənət Pənahidən sənayı Cənab-ı Şəhənşahiyə müntəqil olmaq. Görək ki, burada nə deyir? Duayı şahə kim sahib zamandır? Duayı şahzadə to əmandır. Duayı şahə kim sahibi zamandır? Duayı şahzadə to əmandır. Cəhanın təxtini yo bəxtün cəhani. Cəhanın bəxtini yo bəxtün cəhani. Beləsi olacaq. Cəhanın bəxti yo bəxtün cəhani. Səzay əfsər u tac kiyani. Şəhənşəh şəh səlim ol kan rəfət vلی عهد منشور خلافت منور طلعتیnden روی دولت وجودیnden قوی بازوی دولت درختی میوه‌دار باغ شاهی جهانون مسندی دیرک پناهی درختی میوه‌دار باغ شاهی جهانون مسندی دهرون پناهی زلال تیغی kim ayine sandır. Zülal tiği kim ayine sandır. Arusi feth ana suret resandır. Kefenden şerm edip yem nite kimdef çefinden ihtimal olur. Çefinden şerm edip yem nite kimdef hayasından vurar ruhsarine kaf o kaften kimkerem feyzindeyemdir nemi cüz'isi deryayı keremdir hayaşul degüldür yem suretinde hayaşul degüldür yem suretinde çeyler kendisi nem suretinde cihan durdukça var olsun hemişe saadet ane yar olsun hemişe bir olsun cami devlet badesinde pür olsun cami devlet badesinde münevver didesi şehzadesinden dehanu çeşmi mülkü nuru dadi dehanu çeşmi mülkü
نور و دادی، جهانون مطلبی دهرون مرادی، آب و جد و ابو جد و ابو جد sayesinde ömrü sermet, nasip olsun ala a'dadi abced. نصیب olsun علا اعداد ابجد. خدایا eyle şah و şهریاره، şumar ömrünü ömrü dubare. Burada şeir qutardı, geçək şuraq mətnə. Bu daiyə təlif nə olduğun bəyan və bəzi əxlaq-ı kəriməyi sahibi səadəti fil cümlə zahir və əyan qılmaqdır. İndi burada kitabın dəlili niyə yazır? Buranı da oxuyacaq gedək ayrı yerdən. Çünki mən fikirəm 1 saatdan çoxdur ki, əlan. Bəli, 1 saat 17 dəqiqədir. Görək ki, buradan hələ peylən buradan fəqət tarixin bilmişuq. İndi görək ki, nə yazır? دانشندوزان افاضل عالم و حکمت آموزان اماثل بنی آدم قشته مقرر و معلومdur. Qətində üzrsən. Amuzan amasil bəni Adəm qətində müqərrər və məlumdur ki, elm, əxlaq və tədbir mənzil və siyasət Mədinə. Baxın, burada 3 dənə elmidən danışdı ki, qədimdən bunlar vardı. Elmi əxlaq başda yazıbdı, sonra və tədbir mənzil və siyasət modern. Mədinə yazıb əlbəttə, Mədinə. Bu 3 dənə şeydir əlbəttə. İndi gəlsin adı yadıma düşsün. Yadıma düşmür. Təəssüflə. İndi düşər hətmən. Elm, əxlaq və tədbir mənzil və siyasət Mədinə ki, hikmət əməliyyə ondan ibarətdir. Buna deyir hikmət əməliyyə. Yəni o şey ki, bu günləri farzda deyirlər ki, karburdi, karkərdi. Hikmət əməliyyə ondan ibarətdir. Nüfus insaniyyəyə mükəmməl fəvz və səadət və mühəssil quds و təharətdir. Heç adəmi bu ulumun nükət və dəqaiqinə ittila və quləli həqaiqinə irtifa etmədin. Mümkün dəcildür ki, zivər-i kəmalat-ı həqiqiyyə ilə təcəlli və cilvəgahi səadət və məarif-i yəqiniyyədə təcəlli edə. Və əsatin hükəma və səlatin uləma elm məzkurədə تعلیف کتب شریفه و تصنیف زبور لطیفه، زبور حضرت داودون کتاب جویا و تصنیف زبور لطیفه ایله صحایف لیل و نهاری رقم زده چلچی لطایف نجار ایلدیler. خصوصا کتاب اخلاق ناصری. Kim yazıbdı اخلاق ناصری'ni? Diğer hətmən. Çünki elə burada da o 3 dənəni yazıbdı. Xüsusən kitab-ı əxlaq Nasiri ki, Həkim Kamil kim? Filsuf Fazil Nəsiruddin Tusi ki, rəvaq hikmətün inhidamindən sonra əsas təzdidini tərh və təzəkküri və təzkiri füzəla üçün kəlam mütəkəllimini nəqd və xülasə işarat əhl hikməti şərh etmişdir. Təlif buyurub nasixi kütübi mütəqəddiman. Deyir, bu kitab yazılmışı, qabaqca nə yazmışlar, onların hamısı heçə çıxır. Və təraz damən axiri zaman olmuşdur. Nəzm. Çün nükdə aşıq az fəsahət چون نکته عاشق از فصاحت چون چهره دوست و در ملاحت جان را عوض سرور شادی دل را به دل سرور و شادی جان را عوض سرور و شادی دل را بدل سرور و شادی دل را بدل نشاط و راحت بعد فاضل محقق کامل مدقق مالک عظمه معانی
Cəlaləddin Məhəmməd Dəvani. Cəlibdir, bunun adını yazaq, görək bu kim olacaqdır. Cəlaləddin Məhəmməd Dəvani که تحریر قواعد علمیه ilə رفع غواشی و تجرید عقاید diniyeyi kütüb havashی etməklə مقبول فضلا و ممدوح علماdır. اخلاق جلالی نام رساله تعلیفی ilə kütübxane hikməti zin və əxlaq nasiriyə sani isneyn oldu. Yəni deyir ki, bu adam adı kimdir? Cəlaləddin Məhəmməd Dəvani. Bir dənə kitab yazıbdı, adı nədir? Əxlaq Cəlali Nam. Tamam, deyir ki, bu Əxlaq Cəlalini yazıbdı. Risale-i təlif ilə kütübxane hikməti zeyn və əxlaq nasiriyə sani, əxlaq nasiri kitabına ikinci oldu. Bədu fəsih cahan, bəliğ nüktədan, vaiz xitті خراسان. Kim? Bu adam kimdir? Mevlana Hüseyn Vaiz Mirza Mühsin ibni Hüseyn Baygirana minhu kitabun Əxlaq Mühsini. Bu da bir adamdır. Mevlana Hüseyn Vaiz Mirza Mühsin ibni Hüseyn Baygira naminə, onun adına Kitab-ı Əxlaq Mühsini təsnif eylədi. Hərçənd əsalib məbanisi əvvəlkilər gibi təhqiqat həkimiyyə və tədqiqat elmiyyə üzərinə müştəmil deyildir. Deyir ki, bu qabaqçılar təhqiq ilə yazıblar bu kitabı, amma bu təhqiq ilə yazmayıbdır, elə özünün təcrübəsini yazıbdır. Amma üçün tərakib və məanisi vuzuh və zuhur ilə müttəsəm və əlfaz ibarati lohi əzubət yəni şirini, əzubət və suhulət üzrə mürtəsəmdir, qulubi amədə caygir və əvvəlkilərdən ziyadə şöhrət pəzir olmuşdur. Qabaqçı kitablardan deyir, bu çox şöhrət qazanıbdır. Və barha xatiri atirə, əndişə və xatirə olurdu. Zəban Türki Rum üzrə bir kitab mərqum oleydi. Deyir ki, özümün fikrimdən dəfələrcə getirdi ki, Türk dilində özü Türkiye Rum. Burada Rum bugünkü Türkiye hesab olur. Əlbəttə bugünkü Türkiye də Osmanlı hesab olur. Türkiye Rum üzrə bir kitab mərqum oleydi ki, məqasid hikmət əməliyyə bit tamam cami və kütüb-i səlasiyə rabi oleydi. 3 tane kitap adlarının üstü dedi, onlar vardı, bu da dördüncüsü oleydi. Amma əlaiq ruzgar və əvaiq leyl و nəhar که cümlədən bəzi təhsil və təkmil ulum və tədris و تعلیم فنون idi, ol مخدری هجلی غیبی هجاب اختفاده پرورده و ol üzrای سیمن üzari əvaiq əqdardən در pərdə edərdi. در pərdə, yəni pərdənin içində saxlardı. در pərdə edərdi. Ta ol tarix mübarəkdə ki, hangi tarixdə? Ta ol tarix mübarəkdə ki, sali Fərruxfal, ehtimalən Fərruxfal özü gedəcək şeyə. Hesab hicrətdən vasil ədədi ləfz Fərrux sal oldu. Fərruxun, qoy burada yazaq ki, Fərruxun şeyin yazsın bizə. Əbcədin. Əbcədi Fərrux. Hesab elə. Qoy görək Əbcədi Fərrux nə olur? Əbcədi Fərrux. Deyir ki, hərfi F 80, F 80, R 200,
600 880 880 جمع ابجد 880. اگر خواستی میتوانم تفسیر عدد 880 در متون عرفانی و اسم اشناسی bəlli, qoy bir dənə yazaq buna, bəli, görək nədir yazır. 880. Nə olub bu ildə görən? خب اینجا تفسیر داشته برای نام فرخ در سایه لایه عدد 7 در سنت باطنی و اسلامی نشان می‌دهد کمال عبور از مراحل هفتگانه. عدد 7 7'ye cəhddir bunu. Yəni 88 180-i bir-biriyle cəm eləyir. Sonra da şey elədi, 1 ilə 6-nı cəm elədi, oldu 7. Ədədi عدد 7 در سنت‌های باطنی و اسلامی نشانه کمال عبور از مراحل هفتگانه 7 آسمان، 7 طوایف، 7 منزل سلوک و رسیدن از ظاهر به باطن است. Laye nomadin ədədi 80 tərkib 8-lə 8 falan ötür, bunları ötürək. Kitabımızı qeydək. Görək ki, nə çıxacaqdır. Hesab-ı hicrətdən vasil ədədi lafz-i Fərrux 800 sal oldu. Təsarif və qəza ilə şəm-i dil suzan şəbistan xitти şam ənbər müşahidə فروزان oldu. Fil cümlə təviq məbaidə و توفیق مساعده و دوایی مجتمع و موانع مرتفع علوم اواخر سال مزبورده شارع شروع girilib şare yani yazan şare şuru'a girilib اوایل سال آینده de انجام ve itmame irdi. Pes kitaba hangi tarihte başlayıbdı? Asl yazan 880-81 ilində. Yəni bir il çəkib bu kitabı qutaram. Pəs kitabın yazılma tarixi kitabın əsl yazarı (880) Hicri qəməri yazıbdır. Tamam, çox da gözəl məlumat aldıq burada. Rübai, əxlaqda deyildi. Mövzu da nədir? Mövzu da əxlaqdır. Mövzu hikmət-i əməli əlbəttə. Dedik ki, hikmət-i əməli ki, 3 mərhələdir. Əxlaq, tədbir-i mənzil və tədbir Mədinə. Mövzu kitab da budur. Rübai در تاریخ kitab. Kitabın yazılmasına göre bir tarih deyildi. سالی که بود حساب او فرخ سال آغاز شد این رساله فرخ فال از بخت شد آخر سال از بخت شد آخر سر آن سال که بخت باشد به حسابش فتد آخر سال. Tamam. Bildik ki, bəs Fərrux deyəndə o ildə başlayıbdı, o ildə də qutarıbdı sonunda. Və fil həqiqəti səbəbi, səbəb nədir? Səbəbi və fil həqiqəti səbəbi həqiqi təlif və illəti qayi nəzm-i tərsif oldu ki, Həzrət Məkrəmət ayat və mədələt rayat که دریای جود عطاسنده دراهم شاهی فلوس ماهی جبی ارزان و روزی رزمیده باد هیبتیندن شیر فلک شیر علم جبی لرزان شبستان مجلس سعادت نشانی عود سعود و تیبی مکارم ل مترا و کف فیاضی عطا رسانی چی نهر سائل در نهر سائلدن منزه مبرادر
وزیر عالم و عادل چی دریا دل، فیضی بخشی بحر معانی زبان در افشانی آندن، bir dil ve çefçi bir dilu çefçi çef cüher پاشی دریای امانی آنا نسبت کف کنار ساحل دور مروحه آستین عدلی راحت رسان روم اولی الهی زمین درچی من بعد رومه گرد فتنه گلمز و صبح صدق و صفا آستان جلالندن نمایان اولی yazdı. Üstte de hemen yazmış. Resan Rum oli ihtimalen olali ya da افق عالمden آفتاب عدالت tölünmez. Qət'ə. Əslində adamın deyir ki, ağa sənin pulun çoxdur, filanın çoxdur, pul ver mənə. Yəni bunu qeyri-müstəqim deyir ki, sənin pulun çoxdur, quruma, sənin pulu sayı dəryanın dibindəki cərdinki, sahildəki onun yanında izzatdır. Günah را کرم او به از هزار شفیع گناه را کرم او به از هزار شفیع امید را قلم او به از هزار زمان پناه و پشت قهرمان و تیغ و قلم جهان لطف و کرم سرزمینی سرور زمین و زمان عهد و زمانی امن و امانی اول مرتبه جامع درچی قریب درچی اعدادن صفتی بیگانگی سمتی یگانگیم بدل و از دادن خاصه اخلاف آرزه اتلافه محول اولو ateşteki herrutab ateşteki olacaq ya da ateşteki herrutab ateş olacaqdır. Ateşteki herrutab و برودت آبی müzil iken مزید و ضرر آب بسیار شرری شعلی ناری متفی iken مفا موفا olub پر شاهین تیار و مروحی چپج و کلنگ و سرین پلنگ بره گوسفند گرد بالش نقش پلنگ olmuştur قطعه زنان بساخت جهان را هوای دولت تو که از طبیعت ازداد رفت ناسازی که از طبیعت ازداد رفت ناسازی از آن گذشت که گستاخی کند پس از این سحر به سردی و باد صبا به غمازی عهد ملک شاهیده oldu وزیری nizam ملکی آندن تعلم ederdi بزرجمهر zamanında geldi وزارت نوشین روانی تسلیم و روان نوشین وزارتی آندن تسلیم ederdi. Beyt. Adını deyib beyt amma çoxdur, bəlli deyil ki. Əlbəttə burada da biraz oxuması mənə şeydir da, yəni مه است از صاحب ری درجه در فضل مه است از صاحب ری درجه در فضل احتمال درجه به است از خاتم تی درجه در جود قطعه آصف ثانی که گر به رخی زو صفش بشمرم اخیه بالمدن در جهان باشد ثمر چون آصف ابن برهیا حسن اخلاقin اگر نقلیلیه باد بهار سنبل طیب ola səhralarda hər bərci çiya hali ya rəb həbliyə məzhər olursa və çi var کف دریا کف در پاشنده
در پاشنده در مهر سلیمان دایما. burada bir şey yazıp okuyabilirim. Hazrele hami renk ruhsar vefa adille ماهی جنگ مرآت صفا فارس میدان شجاعت حارس دیوان عدالت وزیر اعظم مشیر افخم وکیل السلطنه قاهره امین المله باهره نظم پادشاه سیرت خداوندی که در ترتیب ملک هرچه رأی اوست رأی پادشاه اعظم است آنچه در انگشت تدبیر سلیمان دوم مشورت‌های ثوابش را خاص خاتم است نظام الملک الملک صلاح العالم نظام الملک الملک صلاح العالم غیاس الدوله العلیا علاءالدین و دنیا قطع cenede adın istir bir nəfərə o qət yerə tərifləyəcək bundan pul çıxır səxa vaxtində xəndan olur asaf əbər Noruzi səxa vaxtində xəndan olur asaf ابر نوروزی که گریان فیض در جودین انا همسر میدرهاشا امین که سلطان معین ملت یزدان مفیز الجود و الاحسان پناه دین علی پاشا adı Ali Paşa'dır. Her halde yazıldı bura. Ali Paşa la zale situ celalihi vasileten ila sami'il ikbal vesiyeti نوالی حاصلی فی مزار الاعمال نه معنی bu قبنتو فنبت في القلوب سنابل المحبة في كل سنبلة مایت حبة مثنوی لمنشیت رحمت الله بدعت و بیدادی چون ماهی در اول دولت و دین پشت و پناهی در اول لطف ازل پشت و پناهی اولا شرع بنی هادی راهی اولا روشن در دولتین چردیجار جو چبینی جو چبی سپوار نیتی چون خیر درور سپ شام عاقبتین خیر در رب الانام بالاخره bu sözün desin biz görək gedək ayrı. رغایب معارف رغایب bizdə vardı onu رغایب معارف و کماله راغب و مهری مهریل افکار اهل فضله خاطب در حتی bu فقیرون که یوسف مثال اخوان زمانیدن کم التفات و اخوان یوسف gibi حضرت عزیزینه تحفسی بزاعتی مزجات در رعایت و تفقدی جانبه میل در تفقدی جانبه میل در و کمالی کرملerinden الا ترون انی اوفا الکیل derler ol sebepten daima ihvan ehl ve racamüz Misr ihsanına giderler ve lisan hal ile bu kelimeyi tezekkür ederler ki hab beyt ya mühsünü men min lütfün ahsenet ileyna ya mühsünü min lütfüke ahsente ileyna tallahi leged asrike Allahu aleyna لاجرم bu kitap ki ilmi talifi Gülle Hisar hikmet ameliye üzerine mensubudur. İsmi alemi alem arayesine ki aladen müştakdır mensub olup. İsmi kitap nedir? Nükati hikmet ve esrar fen. در اسم kitap نکات حکمت و اسرار فن چرخ نیازر ادب الفاظ پاکیل صلاحی سروش ملک غیبی جوش جانه
dedi adiniq əxlaq əlayi, own inayet ilahi və yümni tərtib cahan. Tamam, adı əxlaq əlayidir ki, bunu elə əvvəldən bunu görürük. Bu da kitabın adı. Pənahidən rükni mütəmmim vasıq və sübh ümid sadiqdir ki, bu kitab əvvəlkilərdən ziyadə qəbul qulubi mövcud, bəlkə bu kitab şahid kəmal xələt cədid, anlar əxlaq siyab qismindən mədud olə. Gene de şiir. Qət'ə Nasir adinə Nəsir Tusi dedi əxlaq zuhur eylədi fən. Bədə şəm'u dəvadən nəsbətdən oldu əxlaq cəlali roşən. Bu iki. Möhsin adinə Hüseyin Vaiz yadiyar eylədi əxlaq Həsən. Bu da üçüncü kitab. Özününki də ki dördüncüdür da. Parsi baf idi tarpudi. Parsi baf idi tarpudi. Cümləsi oldu cu əxlaqi kühən. Eylədim tazə təni ol camələri, eylədim tazə tən ol camələri, zərkeş rumi ziba ilə bən. Nükhəti xəlqi əli paşadən, nükhəti xəlq əli paşadən oldu cünmüş cüfəşan ceyb zaman. Buyi lütfi ilə müəttər qıldı aləmi zülf ərusan suxan, eylədi bəndə əli əxlaqin, eylədi bəndə əli əxlaqin, nam alisinə əla qumudən. Lacerəm xətminə tarix anun oldu əxlaq əlayi əhsən. 972'de de bu kitap ne olubdu? Axı nədir ola bilər? Dedi ki, bu kitabı 880'da başlamışam və əxlaq əlayi əhsəndə bunun tarixini görək, elə beləsi yazaq görək bunu çıxasın. Əbcədi əxlaq əlayi. Nə mənə bir də baxım görüm düz yazıram. Əlayi əhsən. 2 dənə yenə. Əlayi əhsən. Görək ki, bu nə çıxır. Əxlaq əlayi əhsən. Əxlaq olur 732, əlayi olur 121, Həsən əhsən olur 119. Cəmi olar neçə? 972. Pəs əxlaq əhsən 972. همچنین بخوایم جداگانه مقدار هر بخش رو جمع رقمی کنیم که 972 bu dedi 880'de başladım kitabı yazdım da kurtardım da. İndi nəzir olub tozuşdan deyir ki bu kitabı lacerəm xətminə tarixi anın oldu əxlaq əlayi əhsən ki özü də altında 927'ni yazıbdı. 72 üzrəm. 972. Yəni 8 il kitabı başlamışdan qalaq qutarıbdı. Adamlar tarixdən bilmirəm, bəlkə də baş tapmıram yəni. Aha, burada yazıbdı. Okey. Kitab-ı əvvəl əxlaq 442, Kitab-ı Təlif Tədbir Mədinə 221, Kitab-ı Sani Tədbir Mənzil 141, Xatimə Mauizə və Nisahi 249. Ehtimalən bunların səfələri burada gələcəkdir. Amma bu niyə beləsi yazıbdı, mən bunu baş tapmadım. Yəni kitabın biz orada bildik, özü də dedi yazdıq, biz də fərruq oldu. İndi də kitab-ı əhsən, əxlaq əlayi əhsən deyəndə 972 gəlir, 8 ildə ondan tez olur.
چون مفیزی خیر جوده و مفیدی وجود و توابع وجود اول حی قدیم و ملک و ودود در و ممکن و اوصاف و افعال اصلنده عدمی محض و لاشی از صرفدن معدود در. پس لطف و احسان بیشمارنه توکل و حول و قوت معدوم تبری اتمکله فیض امیمینه توسل ادب هر لفظه و لحظه ده قوت و نصرتنه رجوع و سمت مقصود جهتی مراده شروع دلم والله تعالی به تحقیق آمالی جدیر و بهی استعین هو علی کل شیء قدیر. چون bu kitabı hikmət əməliyyədən 3 fəndən mürəkkəbdür və hər fən mövzeyində ma'rufdur və funun məzkurə dəxi bəzi müqəddəmat və məbadiyə mövqufdur. Lacerəm bir müqəddəmə və 3 kitab üzərə mürəttəbdür. Müqəddəmə əvvəl umurun bəyanındadır. Tamam. Tamam. Bunu geçdik. Gedək bunun axir səhifəsinə də bir baxaq. İndi yadımda deyildi amma. Yaxşı, bu kitaba gəldik, yetişdik bu kitaba. Axir səfəsində görək nə yazıbdır? Yazıbdır ki, Təmmətür Risalətül Məcmuətün min Məkariməl Əxlaq və Onullahil Məlikil Xəllaq Nəharil Xəmisi. Bunu əvvəldə oxumuşduq. Nəharil Xəmisi xamisə əşərə şəhr Şəban min şuhuri sənəyi 97 və 997. Burada bu nüsxə qutarıbdır. Nüsxəni yazan Əl-Fəqir Dərviş Muhammed Əxlaqi Vəffəqəhullahu Əhədil Baqi 30-cu nüsxədir ki, xətt fəqir ilə tamam olmuşdur. Tamam, bu da o getdik. İndi bu birisi kitaba görək bu nədir? Bunun da bir salam əleykinə bir baş vuraq qutaraq. Bismillahirrahmanirrahim minəl kələmat-ı səhihəti əd-dinu səhihə. Elhamdülillah vəhdəh və səlatu əla من لا نبی بعده و بعد عتاب و عذاب و صورت نمونه گراسی جدا bilmirəm فإن الدنيا فانية سريعة الزوال و نعمتها نقمة في الصورة عتاب و عذاب و نعمتها عتاب و عذاب نقمة آیاتش beləsi olacaq و نعمتها نقمة عتاب و عذاب و الصورة والمال فلا بد لذوي النهي من burada da cəmlələr zəyləhl الأرباب العقول من التخلق بالخلق الكريم والتجنب عن الخلق الذميم والمعرفة إن التوكل بمنزلة سبب لكل الخصال الحميدة كما أن الغفلة أصل الخصال الذميمة التوكل و هو تفویض الاموری. Tamam, burada ciddi Ərəbcədir bu kitab. Əlbəttə burada gəlir vəsətdə bir çu dil qafil şud ز حق فرمان پذیر تن شود. چو دل چو غافل شد ز حق فرمان پذیر تن شود. میبرد هر جا که خواهد شب خوابالود را. میبرد هر جا که خواهد اسب خوابالود را. Tamam, buradan sonra cəmlə ərəbidir. Tamam, bu kitabı ötürək. Çünki bunun ərəbcədir və orada burada da bir farsçası var. Ta nüxvət-i səadət birun rəvəd ز مغزش باز که شریک روزی کردند از آن hama را. Baş yenə deyirəm, bunlardan ki mən əlaqəm də yoxdur farsiyə, görəndə biraz şey olurum. Bu kitabın sonunda da ki oxumuşduq, bir şey yoxdur. Ehtiyat-ı tamam və cədd-ü səy tamam edə. Aha, burasını türkçə yazıbdır harası. Buradan oxuyaq görsə. Zira əsirdə
اسیر de منافعی کثیر vardır. Dersi ve rehine ve fedai mal ve imtinan ve bunlar emsali gibi ama qətlide heç bir dürlü faidə yoktur. Və bəd, aha bu nədir? Buradan bir şey, bu zalib bir şey danışır. Mərdülün əleylər və sərdar hər halda sübat-ı səbri istemal edib teyş təhəvvürdən biqayət ehtiraz eyləyə və dəxi düşməni həqir ədd edib öhbə və üddeti tamam istemal etməmək hazmidən durdur. Zira Kur'an-ı Kerim'de kem min fi'atin galiletin galebet fi'aten kesireten biiznillah varid olmuştur. İndi her ne kadar düşman hagir ise dahi zelil add olunup ana göre hareket olunmak vacibdir. Dahi biqayet Allah Teala zafer müyesser öle yine zafer müyesser öle tedbir cemi umurda musamaha olunmayıp istimal xurrem ve ihtiyatiden xali olmamak gerektir. Ve qabl az zaferi düşmenden esir akhz olunursa qatl olunmamak oğladır. Zira esirde menafi kesir vardır. Sabi ve rehine ya da ki seca ve rehine ve fedai mal و imtinan bunlar emsali kimi ve bunlar emsali gibi ama qatlə heç bir dürlü fayda yoktur ve بعد az zafer elbette qatl olunmaz. Zira بعد az zafer esir memalik ve rəaya hükmünü akhz edib به غیر حق قتلی نامشروع olur. Ve ama harbide vakı olurlarsa mugavemete kudretleri vardır yahut yoktur. Eğer kudretleri var ise bila tevekkuf enva'i mekin ya şebihun ile düşmenan üzerine hücum eyleyeler. Zira bilad düşmenanide vakı olan muharebelerde ekser ya düşmen mağlub olduğu mücribatidəndir və əgər ya düşmən məğlub olduğu mücribatidəndir və əgər müqavimətə qüvvət və qudretləri yox isə istimal tədbir husun və qila və xəndəqlərdə ehtiyat tamam və zidd səy və ihtimam edərək tələbi sülhüdə بذل اموال و استعمال اصناف حیل و مکایده به هر حال قیام اگلا و شعرا خیر المرادdır. والله اعلم بالصواب و الیه المرجع و المآب و هو ولی التوفیق نعم الرفیق. Allah'a şükür olsun bu günde çok bir ciddi kitabla tanış olduk. Əxlaq, yəni o üç kəlmə hikmət əməli haqqında birinci dəfədir ki bu əxlaq Nasirini mən fikirlə biraz oxumuşam. Cavanlığımda, yəni bəlkə 30 il bundan qabaq oxumuşam. Əlbəttə dərs almışam bir nəfərdən, birazım. Və çox gördüm vardı o şaxədə dərs oxuyayım, yəni əslində hər halda bu kitab indi görün türkcə və bu şeydə yazılıbdır. Bu kitab çox calibdir. Yəni siyasət 3 mərhələdə burada gedir. Əxlaqın mənası nədir? Tədbir mənzildən murad nədir və tədbir şəhərdən, yəni şəhəri idarə etmək, yəni siyasət. Əlbəttə evi də idarə etmək siyasətdir, amma normalda biz bunu yaxşı bilmirik. Hər halda çox gözəl bir kitaba rastlaşdıq. Bu kitab Əxlaq Əlayi, adı əxlaqda, amma mən bunu çevirəcəyəm, əlavə eləyəcəyəm. Yəni gedim bunu mən əlavə eləyim bura. Əxlaq Əlayi. Çələbizadə yazıblar burada adına, amma mən bunun adını da biraz değiştireyim.
parantez əgər qoya bilsəm, yazım ki, hikməti əməli ibarətdir. Əxlaq, tədbiri mənzil və tədbiri mədinə. Parantezi bağlayaq, görək ki, nə olur? Əgər olsa, oldu. Bu çox gözəl oldu. Kitabın, çünki bu, əslində bu kitab siyasət haqqında yazılıbdır. Və bu birinci dəfədir ki, bir ciddi siyasət. Umaram eləyə biləm bunun, bir gün bunun bir səhifəsini açam. Yəni o bölümü ki, eydat, nə oldu? Bağladım bunları mən. Hər halda o bölümünü açaq və bunların hər bölümündən oxuyaq ya da bir kitablar tapaq bu haqda olsun. Allaha şükür edirəm ki, bu günləri mənə bu ömrü verdi və bu kitabla, türklərin yazdığı bu kitabla tanışdım. Çox dərin, geniş, savadlı bir insanlar var imiş. Yəni, bunlarla mən bu zamanın insanların qoyanda bir yerə görürəm ki, olan adamlar neçə yüz il bundan öncə, deyək ki, 880-də bu kitabı başlayıb yazıbdır. Əgər orasını biz tutaq ki, 880-də çıxsaq bundan 1447-ni 567 il öncə bu kitabı başlayıb yazmağa. O zamanın savadı ilə indiki bizlərin savadına düşəndə baxanda adam özündən xəcalət çəkir. Yəni, buradakı yazdıqları lüğətlərin %50'si mən bilmirəm. İstəyəm bu kitabı anlayam, gərək dana oturam bunları verəm, lüğətdə axtaram, çıxadam, nədir ki, onda da lüğət örgəşərəm, mətn yaddan çıxar. Hər halda çox gözəl bir kitab idi.